Bərdəli rəssam Bayram Bayramov rəsm əsərləri ilə yanaşı, Qarabağa həsr etdiyi yaradıcı layihələri ilə də diqqət çəkir. Rəssam hazırda Qarabağın miniatür dəmir yolu maketi üzərində işləyir. Bu layihə həm bölgənin təbiətini, tarixi abidələrini, həm də müharibənin izlərini və regionun gələcək inkişafını əks etdirən kompozisiya kimi nəzərdə tutulub. Bu layihənin başlanma səbəbi təbii ki 44 günlük vətən müharibəsindən sonra yarandı məndə. Müharibənin bitməsindən sonra qəlbimdə min bir arzu doğdu. Mən neyini? Yenilik. Çünki mən sənətçiyəm, aydın bir sənətkaram, amma nə ilənsə bir töhfə verməliyəm, yəni nə isə eləməliyəm. Qəlbimə düşdü ki, oturum, düşünüm, Qarabağın ümumi miniatür maketini eləyim, miniatür maketini. Və burada tamaşaçıları cəlb eləmək üçün əlal xüsusən şəhərlər, kəndlər, dağılmış ərazilər, eyni zamanda Bərdə türbəsi, Şahbulaq, Ağdamda Şahbulaq qalası var, məsəl üçün Xocalıda Əsgəran qalası var, Laçında, məsəl üçün Ağdərədə Gəncəsər məbədi var, Cəbrayıl istiqamətdə Xudafərin körpüsü var və aeroportlarımız var. Bunların hamısını bu Qarabağ miniatür maketində hərəsindən bir fraqment göstərməklə belə deyim, arzuma çatım, yəni işləyim arzuma çatım. Yəni belə. İndi başlamışam hardasa 2 il yarım bundan öncə başlamışam. Şəhərcikdir, balaca miniatür şəhərcikdir, elektrik xəttləri, avtomobil yolları hamısı nəzərdə tutulub. Hərəkətdə olacaq qatarlardır, sürət qatarları. Burada 4 dənə qatar işləyəcək ayrı-ayrı vaxtlarda. Sürət qatarı var, yük qatarı var, əlavə sərnişin qatarı olacaq başqa. Müharibədən qalmış dağıntı yer var orada. O qalib orada Azərbaycan əskərinin abidəsini qoyacam, orada hansı işləyəcəm onun ətrafına, cəmaət gül çiçək qoyur. Belə tunellər, hamısı nəzərdə tutulub, aeroportlardan belə. Amma eyni zamanda mən burada keçmişi də itirməyəcəm. Çünki bir çox insanların ömrü, yəni o keçmiş xatirələrlə bağlıdır da, yəni əlal xüsusən yaşlı nəsil. O retro maşınlardır, onlar bu maketdə yerləşdirəcəm. Köhnədən qalmış binalar da, tarixi abidələr də onları qorumaq şərti ilə işləyəcəm onları. Bax, gördüyünüz o ağaçlar hamısı iplərdən, maçalkalardan, belə ovdulub, üydülüb, hamısı rənglənib, ağaçlar düzəlib. Məsələn, bu stolbalar, hamısı, evlər, hamısı kartonlandır, hamısı. Bax, materialla baxıb, toxunub. Və aydın fikir verirsiniz, orada plakatlar var, küçə bilbordları vardı. Azərçaydan belə vurmuşam. Onun hamısını girib şəkillərdən, hansı qopardıb yapışdırmışam. Baxın, orada Türkiyə-Azərbaycan birliyinə aid, o başda şəhid Həşimov Polada aid bir plakat eləmişəm. Yəni, belə tullantı bir şey yoxdur da, yəni. Nə bacarmışam, yaradıcılığım üçün rəngarənglik qatmışam bu tapdığım əşyalardan. Plastik materiallardan, metallardan istifadə eləmişəm.